mənim, sizin nə yaşınızdır ki, indi nəvə toyunu görməyə arzumuz var. Bu söhbətlər bəzən olur. Mən bilirəm ki, bu sizdən çox evdəki xanımımızı narahat edir. Bilirsiniz, çünki yaş üstünə yaş gəlir. Deyir, mənim nəvə, siz bir mənə zəng vurdunuz. Mən o söz o qədər tutdu, mənə gəlib dedi ki, Tolik, mənim evdə nəvələrim böyüyür. Mənim indi bu söhbətləri, say mənim, olubmu ki, deyib, üzbələ tutturub, deyib ki, say, bu söz söhbətləri yığışdır da. Yəni, bu çünki sənin əlindədir. Hər bir güclü kişinin arxasında güclü bir qadın olur. Mənim Allah bütün ailələri xoşbəxt bəxtəvər eləsin inşallah. Biz artıq bu il 34-cü ildə ailə qurmuşuq. Mənim həyat yoldaşım, mənim ən aznacaqlı günlərimdə, ən çətin günlərimdə, mənim ən belə bəzən dözülməz günlərində mənim arxamda olubdur. Amma yenə də burada milyonların qarşısında deyirəm, mənim yoldaşım məndən çox ali insandır. Mənim yoldaşım məndən çox ali insandır. Mən onun kimi deyiləm. O məndən çox dəyərlidir. Bax, buradan xanımız sizə baxır da, heç vaxt demədiyiniz də, bax, ayağına mən laf şey oldum, oğuşlar kimi. Nə deyə bilərsiniz? İndi xata odur ki, mən onu hər gün evdə deyirəm o xoş sözləri xanım üçün. Buradan bir söz deyəcək, yenə başlayacaq, kontekstdən çıxardıb, yenə ki, saytlar belə... Şeyin nəfəs verə onda o sevgimi? Yox, mənim həyat yoldaşım, mənim baş tacımdır. Mənim, yenə deyirəm, mənim ömürlük yoldaşım məndən çox ali insandır. O məndən çox qat-qat yuxarı mərtəbələrdə duran bir xanım əfəndi.